Əgər övladınız yuxuya getdikdən 1 saat, saat yarım sonra, yəni yuxunun ilk fazasında qışqıraraq yuxudan oyanırsa, ətrafdakılara qarşı aqressiv davranışlar göstərməyə, yəni ətrafdakıları vurmağa, otaqdan qaçıb getməyə çalışırsa, heç cürə onu sakitləşdirə bilmirsinizsə, bu uşaqlarda gecə terroru ola bilər. Gecə terroru adətən 3-12 yaşlı uşaqlarda və oğlan uşaqlarında daha çox görülür. 3 yaşdan əvvəl və 12 yaşdan sonra meydana çıxma ehtimalı da mümkündür. Bu zaman uşaqların gözü açıq olur, ancaq ətrafa heç bir reaksiyası olmur. Gözləri açıq olsa belə bu uşaqlar əslində yuxuda olurlar. Yəni valideynlərin o zaman uşaqları sakitləşdirmə çalışmasının uşaqlara heç bir faydası və təsiri olmur. Bu zaman gözlər, donuq baxışlar, üzdə qızartı, ürək döyüntüsünün artması, nəfəs almada bəzi çətinliklər, qorxu hissi, təlaş hissi və s. kimi simptomlarla özünü göstərə bilər. Bu cür epizodları olan uşaqları biz adətən həkim olaraq frontal lob, yəni beynin alın payından gələn qıcolmalardan fərqləndirməliyik. Bu səbəbdən bu uşaqlardan mütləq gecə EEG müayinəsi həkim olaraq tələb edirik. Eyni zamanda valideynlərin etməli olduğu isə həmin epizodu video görüntüyə alınması və həkimə həmin video görüntünü göstərməsidir. Bu diferensial diaqnostikada, yəni iki xəstəliyi bir-birindən ayırmada və lazımsız müayinələrin qarşısına keçmədə çox önəmlidir.